Avropanın İslam Qabliyev Hava Tədqiqatları Mərkəzinin superkompüter modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən yaxın 15 gün ərzində Qafqazın cənubu Azərbaycan ərazisində ekstremal bir soyuma ehtimalı yoxdur. Lakin fevral ayının 1-i və 2-sində Azərbaycanın xüsusilə də Dağətepe və Dağlıq kəndlərində qısa müddətli sulu qar və qar yağması ehtimalı var. Yəni fevral ayının 1-i və 2-sində Böyük Qafqaz kəndlərində, Kiçik Qafqazın, Naxçıvan Dağlıq kəndlərində və eyni zamanda yardımlı Leç Faslının dağ kəndlərində qısa müddətli sulu qar və qar yağması ehtimalı var. Lakin Bakı, Abşeron, Sumqayıt ərazisində və Aran rayonlarında və Azərbaycan şəhər mərkəzlərində isə fevral ayının 1-ci 10 günlük ərzində ekstremal bir soyuma ehtimalı yoxdur, qar yağması ehtimalı sıfıra bərabərdir. Bu superkompüter modellərini geniş olaraq biz analiz edəndə görürük ki, daha çox soyuq havanın Qərbi Rusiyaya, Şərqi Avropa ərazisinə tez-tez daxil olması və Atlantik siklonlarının da fevralın 1-ci və 2-ci 10 günlük ərzində xeyli aktiv olması gözlənir ki, bu da Atlantikdən daşınan rütubətli hava ilə soyuq havanın tez-tez Rusiyanın qərbində Qara dəniz ərazisində bir-birinə toqquşması ehtimalı var. Qonşu Türkiyə ərazisində və qonşu Gürcüstan ərazisində fevral ayının 1-ci 10 günlük ərzində hava şəraitinin tez-tez kəskin dəyişilməsi ehtimalı var. Lakin bu proses sinoptik şəraitlə əlaqədar olaraq Azərbaycan ərazisində daxil olmayacaq. Yəni Qara dənizdəki siklonların Rusiyanın qərbindən keçərək Qazaxıstan ərazisinə doğru yaxınlaşması və Qazaxıstanda da hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var yanvar ayının sonunda və fevral ayının 1-ci həftəsi ərzində. Lakin Qafqazın cənubu Azərbaycan ərazisində ekstremal bir soyuma ehtimalı yoxdur. Daha çox Aralıq dənizindən və Afrikanın şimalından sinoptik prosesin nəticəsində Orta Trabosferə doğru nisbətən mülayim hava axınlarının cənub-qərbdən Azərbaycan ərazisinə doğru daxil olması gözlənilir. Bu da fevral ayının 1-ci 10 günlük ərzində əksər günlərdə daha çox mülayim hava şəraitinin Qafqazın cənubunda aktiv olmasına səbəb olacaq. Artıq xüsusilə də şimal qütbündəki qütb siklonlarının fevral ayının 1-ci 10 günlüyündə artıq troposferin yuxarı qatlarında bu prosesin bir xeyli zəifləməsi gözlənilir. Bu da o demək ki, şimalda toplanmış soyuq havanın artıq fevralın 1-ci 10 günündən başlayaraq dağılması gözlənir. Artıq fevral ayının xüsusilə də sonlarına doğru isə bu güclü soyuq havanın Qafqazın cənubuna doğru müdaxiləsi ehtimalı var. Yəni şimaldan, şimal qütbündən yayılan soyuq havanın dərhal Azərbaycan ərazisinə daxil olması ehtimalı yoxdur. Şimal qütbündəki qütb siklonlarının zəifləməsi nəticəsində şimalda toplanmış soyuq havanın tədricən Qafqazın cənubuna yaxınlaşması gözlənir. Bu da 15-20 gün sonra, yəni fevral ayının əvvəllərində gözlənilən qütb siklonlarının zəifləməsi nəticəsində şimalda toplanmış soyuq havanın Qafqazın cənubuna doğru gəlib çatması fevral ayının 20-sindən sonra gözlənilir.